Milli Məclisdə qəbul edilən dəyişikliklə raritet, yəni nadir avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumlarından azad edilir. Qanun bu anlayışı konkret olaraq müəyyən edir. Yəni, zavod buraxılış tarixindən 40 ildən artıq keçmiş mühərriki, banı, şassisi orijinal vəziyyətdə qalan və ya orijinal vəziyyətə peşəkar qaydada bərpa edilə bilən avtomobillər raritet hesab olunur. Qaydalar kifayət qədər konkret və sərtdir. Güzəştli şərtlərlə ölkəyə gətirilən raritetlərin sayına da limit qoyulub. Həmçinin şəxsə il ərzində, yəni təqvim ili ərzində bir ədəddən artıq retro avtomobilin idxalına icazə verilmir. Artıq Nuh Balağayev kimi retro sevərlər üçün tarixin tozlu səhifələrini Bakı küçələrinə çıxarmaq daha əlçatandır. Köhnə mühərriklərin səsi artıq daha yüngül çıxacaq. Ən azından cibləri yandırmadan.